Noyabrın 7-sində gecə saatlarında Qardabanidə baş verən silahlı hücumun təfərrüatları məlum olub. Daxili İşlər Nazirliyinin məlumatına görə Interpol tərəfindən axtarışa verilən kriminal avtoritet Elmuraz Məmmədov qanuni oğrular aləminin adından Qardabanidə yaşayan fermerdən 200 min dollar tələb edib. O, fermerə pulu ödəmək üçün 3 günlük müddətdə təyin edib və əks halda ailə üzvlərinə qarşı fiziki zorakılıq və həyatlarına qəsd etməklə hədələyib. Müddət bitəndən sonra fermerin ailəsinə məxsus avtomobildə hərəkət edən onun 16 yaşlı oğlu naməlum şəxslər tərəfindən odlu silahla atəşə tutulub. Hadisə təxminən axşam saat 8 radələrində əmimoğlu evə qayıdarkən baş verib. Yolda naməlum avtomobilin onu izlədiyini görüb və atasına xəbər verib. Qayıtdığı zaman yolda ona hücum ediblər. Hadisəni törədənlər bizim kənddən deyil. Hesab edirik ki, ona öldürmək məqsədi ilə atəş açıblar. Bunu maşının vəziyyətindən də görmək olar. Hadisəni eşidən kimi polisə xəbər verdik və şübhəlilərin təqibinə başladıq. Onları Nəzərli kənd yolunda saxladıq. Elə həmin vaxt polis əməkdaşları da gəldilər. Polisin məlumatına əsasən cinayəti törədən şəxslərin kimliyi müəyyən edilib. Bunlar 1994, 2001 və 1985-ci il təvəllüdlü şəxslərdir. Onlardan ikisi saxlanılıb, bir nəfər barəsində isə axtarış elan olunub.